Xızıda da təxirə salınmaz tədbirlərə ehtiyac var. 40-a yaxın fərdi yaşayış evində çatlar yarandığından qəzalı vəziyyət qaçılmaz olub. Bəs əlaqədar qurum buna nə deyir? Bölgə müxbirimiz Aytəkin Alxaslı problemi araşdırıb, süjet izləyək. Xızının bir çox yaşayış məntəqələrində 40-a yaxın fərdi yaşayış evində dərin çatlar əmələ gəlib. Bura Xızı şəhərinin Bəşir Səfəroğlu, Visaqi, Mikail Müşfiq, Zəngəzur küçələri, eləcə də rayonun Tıxlı və Baxışlı kəndlərində yerləşən evlər daxildir. Sakinlər deyir, son bir ildə evlərində çatlar yaranmağa və dərinləşməyə başlayıb. Bu da göz qabağında körpə uşaqlayan imkanım yoxdur, yaşamaq mümkün deyil. Bu sürətləndirsələr yaxşı olar. Ha, tezləşdirib tilsələr qışa kimi yaxşı olar. Bu yağışlardan sonra da lap çatlar əmələ gəlib də, olmayan çatlar da təzdən əmələ gəlib. Təkcə sürüşməyə meyilli Xızı qəsəbəsində evi bərbad vəziyyətdə olan daha 20 ailə onlara yeni mənzil tikilməsini gözləyir. Rayon rəsmiləri isə evlərdə çatların əmələ gəlməsini ərazidə təbii texnogen proseslərin çox cərəyan etməsi ilə əlaqələndirir. Bu ilki quraqlıqsa vəziyyəti daha da pisləşdirib. Amma rayon rəhbərliyi evləri qəzalı hala düşən sakinlərlə bağlı tədbirlər görür. 25 fərdi yaşayış evinə baxış keçirildi, qəzalı vəziyyətdə olub, müraciətlə bağlı, vətəndaşların müraciətlərinə bağlı. Bu evlərdən 21-in qəzalı vəziyyətdə olması təsdiqini tapdı həqiqətən də. Hal-hazırda aktlaşdırılıb və Fövqəladə Nazirliyi Nazirliyinə təqdim olunub. Fövqəladə Nazirliyi tərəfindən Nazirlər Kabineti qarşısında maliyyə vəsaitinin alınması ünvanlı məsələ qaldırılıb. Daha 14 evin qəzalı vəziyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib və müvafiq araşdırmalara başlanılıb. Və baxış keçirilib. Torpaqdan nümunələr götürülüb. Əgər təsdiqini həqiqətən tapsa ki, bu tikinti norma qaydalarının pozulması hallarına bağlı deyil, həm evlərə də köməklik göstəriləcək. Xızı İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, rayonda əvvəlki illərdə də təbii proseslərlə bağlı oxşar vəziyyət yaşanıb. Evləri qəzalı 25 sakin üçün Fövqəladə Nazirliyi tərəfindən yeni evlər inşa olunub və yaxın zamanlarda təqdim olunacaq.